Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan qarşılıqlı bucaqlar mövzusuna baxacağıq uşaqlar. Videoya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır uşaqlar. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçək uşaqlar mövzunun izahına. Uşaqlar baxın, qarşılıqlı bucaqlar. Nədir qarşılıqlı bucaqlar uşaqlar? Uşaqlar, baxın, sizə baxın, iki dənə belə açıq bucaq verəcəm. Açıq bucaq və bunlar kəsişir uşaqlar. Kəsişəndə burada bucaqlar alınır. Görürsünüz, məsələn, baxın, A, B, C və D. Burada nə idi uşaqlar? Burada bir O nöqtəsi deyəcəm. İndi baxın, O nöqtəsini bəs kənarda yazım. Deyir ki, uşaqlar, baxın, qarşı-qarşıya, yəni qabaq-qabağa dayanan iki bucaq qarşılıqlı olur. Məsələn, baxın uşaqlar, bu bucaqla, bura bir X deyirsən, məsələn, bu bucaq. Qarşı-qarşıya dayanıb. Və bu bucaq. Həmçinin baxın uşaqlar, bu bucaq qarşılıqlı olur. Uşaqlar, baxın, qarşılıqlı bucaqlar biri-birinə bərabər olmalıdır. Məsələn, mən sənə deyirəmsə, belə bir şey verirəm. Deyirəm ki, bura 127-dir, sənə deyirəm ki, buranı tap. Burada 127 olmalıdır. Uşaqlar, baxın, sən buradan bu bucağı artıq tapa bilərsən. Necə? Bu açıq bucaq olduğuna görə, uşaqlar, bu xətt açıq bucaq olduğuna görə, bu 127 ilə bu X qonşu bucaqlardır uşaqlar. Onda mənə X üstə gəlsin 127 bərabər 180 olacaq. Bu da bərabər olacaq neçə? Məsələn, 53 dərəcəyə. Deməli, bura 53-dür. Bəs onda bura neçədir uşaqlar? Burada nə olmalıdır? 53 dərəcə olmalıdır uşaqlar. Oldu? Bu şəkildə yadda saxlamamız lazım. Yəni, bir sözlə uşaqlar, qarşılıqlı bucaqlar bərabərdir deyək və biz indi keçmişdə bu dərsin əvvəlində, yəni bu bölmənin əvvəlində nə keçmişdik biz? Kongruent bucaqlar. Yəni, bərabər deməyək də kongruentdir uşaqlar. Yəni, burada alınan bucaqlar həmişə nə olacaq? Kongruent bucaqlar olacaq. Məsələn, baxın uşaqlar, fikirləşdir burada. Deyir ki, eyni qaydadan istifadə etməklə. Hansı qaydadan? Deyir ki, burada yəqin ki, nəsə verib bizə. Qarşı bucaqlar kongruent. Kongruentdir. Kongruent nə deməkdir uşaqlar? Bərabər. Mən burada da vurğuladım. Bu şəkildə baxmamız lazım. İndi gəlin uşaqlar suallara baxalım. Misal nömrə 7-də nə deyirdik? İki düz xəttin kəsməsindən alınan qarşılıqlı bucaqları müəyyən edin və ölçüsü verilmiş bucağa görə bütün bucaqları tapın. Uşaqlar, baxın, mən burada nə edəcəm? Deyirəm ki, bu 7-ci sualdır. 7-nin A variantında, bayaq dediyim kimi, bir xət belə gedib, məsələn, bir xət belə. Deyir ki, bura 35-dir uşaqlar. Avtomatik burada 35 olmalıdır. Elə deyilmi? Uşaqlar, çünki qarşı-qarşıya dayanan bucaqlar birinə bərabər. Bəs yaxşı, bu bucaq bəs? Uşaqlar, baxın, bura bir açıq bucaqdır, deyil mi? Bu düppədüz xətdir də. Onda bu 35 ilə bu bucağın cəmi və yaxud da, uşaqlar, baxın, onunla da olur, problem deyil. Bu 35 ilə bunun cəmi, bura bir nəyə deyir? Y deyirəm. Y ilə 35 bizə qonşu bucağı verir. Qonşu bucaqların xəssəsi nə idi uşaqlar? Cəmi 180. Onda buradan Y bərabər 180 çıxılsın 35 olacaq. Buradan da Y bərabər neçə oldu? 145. Deməli, bura 145-dirsə, onda bura neçə olacaq uşaqlar? Burada baxın, qarşılıqlı bucaqlar olduğuna görə burada 145 dərəcə olmalıdır. Yəqin ki, bunu başa düşdük. Keçdik bura. İndi baxın uşaqlar. Bunun üstündə yazacağım, bax elə. Deyir ki, baxın uşaqlar, deyir ki, bura 125-dir. Onda bura neçə olmalıdır uşaqlar? Burada 125 olur mu? Olur, elə deyil mi uşaqlar? Bəs onda bura neçə dərəcə olur? Bura bir X deyir və bu 125 ilə, bax uşaqlar, tənlik qururuq. 125 ilə bu X-in cəmi 180 eləməli. Yəni, sən bu X-i tapmaq üçün 180-dən 125 çıxmaq lazım. Burada da X bərabər neçə elədi? 55. Bura 55-dirsə, uşaqlar, onda bura neçə olmalıdır? Qarşılıqlı bucaqlar olduğuna görə burada 55 dərəcə
olmalıdır. İndi gəldik bura C variantına. Baxın uşaqlar, bura 45-dirsə, avtomatik bura da 45 olmalıdır. Bura 45-dirsə, onda yenə tənlik qururam. 45 ilə bura bir x desəm, x-in cəmi bizə nəyi verməlidir? 180. X də bərabərdir. 180 çıxılsın 45-ə, x də bərabər buradan 135. Bura 135-dirsə, burada 135 olmalıdır uşaqlar. Yəni, bu şəkildə baxmamız lazım. Belə. Sonra gəldik nəyə? Gəldik, baxın uşaqlar, 8-ci sual deyir ki, şəkildə iki düz xətt kəsişir, təsvirlərə əsasən x-i müəyyən edindir. Biz burada da uşaqlar, baxın, tənlik qurmalıyıq. Biz necə demişdik uşaqlar? Bax, qarşı-qarşıya dayananlar cəmi nə olmalıdır? Bir-birinə nə olmalıdır uşaqlar? Bərabər. Yəni, mən x üstə gəlinsin 15 bərabər neçə olmalıdır uşaqlar? 45-ə bərabər. Mən buradan x-i tapmaq üçün 45-dən 15-i nə etməliyəm? Çıxmalıyam. Buradan x-i də tapmaq üçün burada 30 olacaq. Baxın, uşaqlar, x 30 oldu. X 30. Bəs birdən mən sizə desəm ki, ay uşaqlar, bəs bu bucaqlar neçə dərəcədir? Onda sən bu bucağı tapmaq üçün 180-dən 45-i çıxmalısan. Burada nə edəcək? 135. Burada baxın, 135 olacaq. Burada 30 idi. 30-un üstündə 15 gəndə bu 45 alınır. Bax, uşaqlar. Bu şəkildə olmalıdır. İndi baxın, B variantına baxsaq. B variantında isə yenə də bax, uşaqlar, bu bucaqlar biri-birinə qarşılıqlı olduğuna görə bərabər olur. 3x üstə gəlinsin 25 bərabər 115-ə. 3x bərabərdir 115 çıxılsın 25-ə. 3 vurulsun x bərabərdir. Burası 0 olacaq. Burada 90 olacaq cavabımız. Və buradan x də bərabər 30 oldu. Uşaqlar, baxın. X-i 30 tapdıq. Gətirib yerinə də qoysa alınır. Bəs yaxşı, bura 115 isə bura neçə olar uşaqlar? 180 çıxılsın 115. Məsələn, bura 5. Burada 65 olacaq. Bura 65 oldu. Burada 65 şəklini alacaq uşaqlar. Bu belə. Sonra gəldik bura. Baxın, burada da eyni qaydalardan istifadə edəcək uşaqlar. Burada artıq uşaqlar, baxın bir dənə. Burada, baxın, bu ilə bu qarşılıqlı bucaqlar deyil. Necə bucaqlardır? Qonşu bucaqlar. Onda sən yazacaqsan. 2x üstə gəlinsin 44, üstə gəlinsin 68 bərabər, 64 daha doğrusu, bərabər 180-ə. Yəni 2 vur x, bunları toplasam 108 bərabərdir 180-ə. 2x bərabərdir 180 çıxılsın 108-ə. 2x bərabərdir 72-yə. X də bərabər 36 oldu. X 36. Aşağılar, baxın, bura 64 isə bura neçə olmalıdır? Burada 64 olmalı. Bəs yaxşı, bura neçə olar aşağılar? Bura 64 isə 180-dən çıxarıq nəyi? 64-dür. Bura 6 olar. Burada 116 şəklini alacaq uşaqlar. Yəni, bu şəkildə olmalıdır. İndi gəldik 9-cu suala. Deyir ki, bizə 9-cu suala deyir ki, kitab rəfini divara möhkəm bərkitmək üçün Kronstein istifadə olunur deyir uşaqlar. Burada deyir ki, uşaqlar, baxın, MBC, hanı MBC? Baxın uşaqlar, belə bir şəkildə uşaqlar, baxın. Yəni, mən bunu belə çəkəcəm. Və bir dənə də, baxın, buradan belə. Deyir ki, baxın, M, B və C. Bura neçə dərəcədir uşaqlar? Bura 90-dır. Çünki bura həmişə 90 dərəcə olmalıdır. Bura 35-dir uşaqlar. Görürsünüz? Bura neçə dərəcədir uşaqlar? 55-dir. Sənə deyir ki, baxın uşaqlar, ABC-ni, buranın, bu x-in, bu y-dan cəmini tapın. Uşaqlar, bu bucaqla, bu x bucağı necə bucaqlardır? Qonşudur, elə deyilmi? Onda mən x üstə gəlinsin 35 bərabər 180 yazaram. Buradan x bərabər 144 olar, 145 olar. Və buradan 55 üstə gəlinsin y bərabər 180 yazaram. Və buradan y də bərabərdir 125 olar. Və sənə deyir ki, bunların cəmini tap. 125 ilə də 145-i toplasaq 0, 7, 270 şəklini alar uşaqlar cavabımız. İndi gəldik 10-cu suala. Deyir ki, parkın ərazisində 3 yol kəsişir. Şəkildən istifadə edərək suallara cavab verin. AOM, hanı AOM, bu bucağı. Uşaqlar, baxın, burada qarşılıqlı bucaqlar var. Baxın, aşağı, bura 35 isə burada 35 olmalıdır. Olmalıdır mı uşaqlar? Baxın bir dənə. Gəlin belə eləyəndə mən bu şəkili çəkirəm burada. Baxın belə. Biri,
Biri belə gəlib uşaqlar. Biri də belə gəlir. Belə deyilmi? Sən deyir ki, bura 35'dir. Bura 7x-dir. Onda avtomatik burada 7x olmalıdır mı uşaqlar? Əla. Uşaqlar bura 35'dir, burada 35 olmalı. Niyə? Çünki qarşı-qarşıdayım. Baxın bura x üstə gəlinsin 25'dirsə uşaqlar. Burada x üstə gəl 25 olacaq. İndi sən burada açıq bucağı tapmalısın. Hani açıq bucağımız? Baxın uşaqlar. O açıq bucaq budurmu? Bu hissə bizə 180 dərəcəni verməlidirmi? Hə, verməlidir uşaqlar. Onda gəlin biz bu tənlikdən istifadə edək. Yəni 35 üstə gəlinsin 7x üstə gəlinsin x üstə gəlinsin 25 bərabərdir 180 şəklində. Bunları toplasam 8x, bununla da bunu toplasam üstə gəl 60 bərabərdir 180-ə. Elə deyilmi? Buradan 8 vur x bərabərdir 120 olacaq və buradan x də bərabərdir 120 bölünsün 8-ə. Və buradan x də bərabər cavabımız 15 elədir. X 15'dir. Gətir burada yerinə yazaq uşaqlar. Baxın burada. X 15'dir. 7'nin 15 vursam neçə elədi? Bura 105 oldu. X'in 15 yazsam bura neçə oldu uşaqlar? 40 oldu. Bura neçə oldu uşaqlar? Burada 105 şəklini alacaq. İndi baxın sənə deyir ki, AOM'i tap. Bura 105 oldu uşaqlar. Sonra MOD'ni tap. Bura 40 oldu uşaqlar. Elə deyilmi? Bir də NOB'ni burada 105 şəklini alacaq uşaqlar. Bu şəkildə oldu. Sən sonra deyir ki, AON bu canı dərəcə ölçüsü fərqli üstündən tap. AON. Hani AON? Hə, uşaqlar baxın AON'i necə tapa bilərəm mən? Baxın arkadaşlar, bura 40'dırsa burada 40 olur da. Burada 40 olur mu uşaqlar? Bura 40'dırsa. Sən deyir ki, AON'i tap. Burada neçə? 35 üstə gəlsin 40'da. Bu 35 ilə 40'ı toplayıram. Neçədir cavabımız? 75 dərəcə olacaq uşaqlar. Aha, bugünlük bu qədər uşaqlar. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun.